Azərbaycan əlifbası. Dilin səs tərkibini öyrənən elm sahəsi fonetika adlanır. Hər bir dildəki səslər yazıda müəyyən işarələrlə, hərflərlə, heroqliflərlə ifadə olunur. Bu işarələr sistemi qrafika adlanır. Dünyada bir sıra xalqların öz qrafikası var. Lakin geniş yayılmış qrafik sistemlər də var ki, bir çox xalqlar onlardan istifadə edirlər. Bu, Latın, Ərəb, Kiril qrafikalarıdır. Uzun əsrlər boyu Azərbaycanda ərəb qrafikasından istifadə olunmuşdu. Bu, 7-ci əsrdə İslam dininin yaranması və beləliklə ərəb dilinin bütün Afrika, Yaxın və Orta Şərq, hətta Avropaya qədər yayılması ilə bağlı idi. Uzun illər, daha doğrusu 13 əsr Azərbaycanda bu əlifbadan istifadə olundu. Keçən əsrin 20-ci illərində dilimizə daha uyğun olan Latın qrafikasına keçid haqqında qərar qəbul olundu. Lakin bu uzun çəkmədi. 10 il sonra Rus dilində istifadə olunan Kiril qrafikalı əlifba qəbul edildi. Nəhayət, 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra biz yenidən Latın qrafikasına keçdik. Latın qrafikası miladdan əvvəl qədim Roma xalqı tərəfindən yaradılmışdı. Bu qrafika Latın dilinin səs tərkibini ifadə edirdi. Bu dildə 26 səs vardı. Ona görə də Latın qrafikasında da 26 hərf vardı. Sonradan bir çox Avropa xalqları bu qrafikanı qəbul etdi. Lakin onların dilində səslərin sayı çoxdur və bəzi səslər Latın dilində yoxdur. Ona görə də hər bir xalq Latın qrafikasında öz səslərinə uyğun dəyişikliklər etdi. Bəzi xalqlar bir səsi 2-3 hərflə işarə etdilər. Məsələn, ingilislər ş səsini yazıda ifadə etmək üçün yanaşı yazılan S və H hərflərindən istifadə etdilər. Digər xalqlar isə öz dillərindəki səsləri yazıda ifadə etmək üçün Latın hərflərinə müəyyən işarələr əlavə etdilər. Məsələn, hərfin üstündə papaqlar, nöqtələr, aşağısında isə quyruqlar qoydular. Bunlara diakritik işarələr deyilir. Bəzi dillərdə Latın hərfləri ilə yanaşı tamamilə yeni hərflərdən də istifadə olunmağa başladı. Azərbaycan dilinin əlifbasında da ilkin Latın qrafikasından fərqli hərflər var. Belə ki, Azərbaycan dilindəki ç, ş, ü, ğ, ö səsləri Latın dilində yoxdur. Buna görə də Latın hərflərinə müəyyən diakritik işarələr əlavə olundu. Əl səsini ifadə etmək üçün yeni hərf yaradıldı. Beləliklə, Azərbaycan əlifbası Latın qrafikası əsasında yaradılsa da, dilimizin səs sisteminə uyğunlaşdırılmışdı.